Salam dəyərli şagirdlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün 5-ci siniflər üzrə liseyə qəbul sınağında istifadə olunan Azərbaycan dili suallarını izah edəcəm. İzaha keçmədən öncə qeyd edim ki, dəyərli şagirdlər, əgər siz də Azərbaycan dili üzrə biliklərinizi daha da təkmilləşdirmək, eyni zamanda liseyin qəbul imtahanında daha yüksək nəticə əldə etmək istəyirsinizsə, o zaman 055 314 2298 nömrəsinə yazaraq dərslərimizə qoşula və bizimlə Azərbaycan dilini daha mükəmməl öyrənə bilərsiniz. İndi isə başlayaq sualların izahına. Sual 1-də qeyd olunur ki, verilən tələbə uyğun gələn sözlərin işləndiyi bəndi müəyyən edin. Baxaq, kar cingiltili samit cütlü işlənib, bir də uzun tələffüz olunan sait var. Vəfasız sözündə uzanma var, dəvət uzanma var, pambıq sözündə ümumiyyətlə uzanma yoxdur, əyalət uzanma var. İndi isə digər şərtə baxaq. Kar cingiltili samit cütlüyü nə deməkdir? BP, DT, GK, CC, yəni kar cingiltili samit cütlüyü bu deməkdir. Baxsaz görərsiniz ki, vəfasız sözündə sızı, yəni kar cingiltili samit cütlüyü var. Deməli, cavabın biri 1-dir. Dəvət sözündə DT, kar cingiltili samit cütlüyü var. Deməli, cavabın biri də 3-dür. Əyalət sözündə düzdür, uzanma var, lakin y-nın qarşılığı ihdir, yoxdur. Nə də ki, yəni bu sözdə ümumiyyətlə istifadə olunmayıbdır. L-nın qarşılığı yoxdur, t-nın da qarşılığı d-dır, sözdə yoxdur. Yəni kar cingiltili samit cütlüyü olmadığı üçün birinci tələb əyalət sözündə ödənmir. İkinci tələbdə pambıq sözündə ödənmədiyi üçün 2-4 yox, cavab olur 1-3 D bəndi. İki cür yazılan şəkilçilərin tərkibində hansı saitlər mütləq iştirak edir? A üstü 2 şəkilçisi, məsələn kitablar, larlər, eyni zamanda dakı, yəni A üstü 2 şəkilçisi iştirak etməlidir. Bütün qalın saitlər, xeyr. Qalın saitlər A, I, O, U-dur. I saiti, yəni şərt deyil ki, iki cür yazılan şəkilçinin tərkibində işlənsin. I, I qapalı saitlər iştirak edir əsasən, deməli 4 variant şəkilçilərdə. Bəli, qeyd olunduğu kimi A, Ə saitləri C variantında da yazılıb. Bütün açıq saitlər, xeyr, məsələn E saiti, Ə saiti açıq saitlərdir, A saiti açıq saitdir. Bunlar da şərt deyil. A və E, daha doğrusu A və Ə saitləri iştirak edən iki cür yazılan şəkilçilərdir. Hansı bənddə keyfiyyət bildirən sifət var? Keyfiyyət daxili, əlamət isə xaricidir. Bədmin məhz insanın xasiyyətinin keyfiyyətini bildirir. Uzun sov gözlə görünür, əlamətdir. Dairəvi əlamətdir. Qarabuğdayı əlamətdir. Cavab olur A variantı. Birinci şəxsin cəminin mənsubiyyəti ımız üstü 4-dür. Əvvəlinə mənimi, daha doğrusu bizim artırmalıyıq. Bizim şagirdik deyə bilmirik. Bizim özü əvəzlikdir. Bizim gözləyək yox. Bizim yolumuz, ımız şəkilçisi, mənsubiyyət şəkilçisi işlənib C-də. Sifətin hər üst dərəcəsi, yəni adi azaltma, çoxaltma istənilir. Belə sərin və yaşıl meşədə bir koma qurmaq olar. Burada yaşıl və koma, daha doğrusu yaşıl və sərin sifətli adi dərəcədədir. Azaltma və çoxaltma yoxdur. Ən uzun çoxaltmadır. Soyuq adidir. Dərmanın şirin nağıllar dinləmək şirin də adidir. Çoxaltma yoxdur. Daha doğrusu azaltma yoxdur. Kəmşirin azaltmadır. Ağır adidir. Ən ucqar çoxaltmadır. Cavab olur C bəndi. Bu ilki adi dərəcədədir. Daha çox və təmiz idi. Daha çox çoxaltmadır. Təmiz də adi dərəcədədir. Burada da azaltma dərəcəsi yoxdur. Cavab olur C bəndi. Düzəltmə sayı müəyyən edin. 5-də 3 mürəkkəbdir. Xeyli sadədir. 102-ci deməli olacaq mürəkkəb 2 kökdən ibarətdir. Minlərlə, minlərcə, ümumiyyətlə 5 say düzəldən şəkilçi var. Lu, acıq, larla, larca, incı ki, bunlar düzəltmə saylardır. Çaşmayın 102-ci sözündə, burada incı şəkilçisinə görə 102-ci 2 kökdən ibarət olduğu üçün bu sadə düzəltmə yox, mürəkkəb sözü sayılır. Sual 7, yəni burada olduğu B variantı. Hansı cümlədə 3 düzəltmə söz işlənibdir? Bugün mürəkkəbdir, əskərlər deməli sadədir, üçün sadə, rəsmi sadə, görüş düzəltmə, keçirilirdi düzəltmə. Bugün mürəkkəbdir, bunu götürmürük. Yəni görüş və keçirildi 2 dənə düzəltmə söz var. Dağlıq bir düzəltmə, rayonlarda sadə, sulu 2 düzəltmə, qar sadə, yağmışdı sadə. Qoruyuruq ki, qoruq olur, qorumaqdan qoruq olur, bir düzəltmə. Ərazi sadə, söyüd, söyüdlük düzəltmə, 2 düzəltmə. Bağ, bağça, 3 düzəltmə. Qədər idi hissəcikdir, qədər də deməli bağçalara qədər də sadədir, qoşmadır. 3 düzəltmə söz işləndiyi üçün cavab C-dir. Balıqçı düzəltmədir, tilov sadə, su sadə, atıb sadə, xeyli sadə, gözdən gözlət, gözləmək düzəltmə. Burada da 2 dənə olduğu üçün, düzəltmə 2 olduğu üçün götürmürük. 3 düzəltmə oldu C bəndində. Hansı cümlədə say ismi sualına cavab verir? Bir addım irəlidə onu polis gözləyirdi. Deməli, burada bir addım irəlidə bir burada saydı, lakin ismi sualına cavab vermir.
Sonra çox adam onu haqlı bilirdi. Çox adam, nə qədər adam? Burada çox elə sayın sualına cavab verir, isim sualına cavab vermir. Beşincilər müəllimi qarşıladılar. Qarşıladılar kimi müəllimi? Kim? Beşincilər. Beşincilər burada sıra saydı. Sadəcə isim sualına cavab verir. İsimləşib cavab cəbəndidir. Bəzən az sözlə daha çox görün almaq olur. Burada söz isimdir, az saydı. Lakin nə qədər sözlə, az sözlə. Burada say elə ismin yox, öz sualına cavab verib. Cavab olur cəbəndi. Növbəti sualımız 9. Hansı bənddə tamın hissəsini bildirən say, bu kəsr sayından söhbət gedir. Xeyli hissəni getdik, bu qeyri-müəyyən miqdar saydı. Bağında 5-də 3 hissəsini, bağın 5-də 3 hissəsini belirlədik. 5-də 3 kəsr saydı. Bizdən də tamın hissəsi, yəni kəsr sayı istənildiyi üçün cavab olur B bəndi. Qonşu bir neçə şahid tələb etdi, bir neçə qeyri-müəyyən miqdar saydı. Minlərlə insan axın etmişdi, minlərlə də qeyri-müəyyən. Bizdən kəsr sayı istənildiyi üçün cavab olur B variantı. Daha sonra 10-cu suala baxaq. Hansı cümlədə yazılışı səhv verilən söz var? Bu tünd çayı mən heç bəyənmirəm. Burada heç bir yazılışı səhv olan söz yoxdur. Hər yer dümağ rəngə bürünmüşdür. Dümağ burada biçik yazılıb, doğru yazılıbdır. Səhvlik yoxdur burada da. Alayarımçıq işləri heç xoşlamıram. Alayarımçıq defslə yazılıb, düzgün yazılıbdır. Boz təhərdə biçik yazılmalıdır. Təhərkən biçik yazılır və burada defslə yazıldığı üçün yanlış olan D variantıdır. Daha sonra mətnlə bağlı suallar verildiyi üçün mətnə baxaq. Belə deyirlər ki, bir vaxtlar insanları incitməkdən zövq alan biri var imiş. O, heç kimlə işi olmayan mömin bir şəxsin başına daşla vurub yarır. İzahı da belə verir ki, sən filan vaxt mənə rişxənd etmirsən. Təni etmək, rişxənd eləmək, danlaq bu mənadadır. Yəni rişxənd həmin mənanı ifadə edir. Rişxənd etmirsən, gülmək mənasındadır. Yəni altdan yuxarı baxmaq mənasında. Daha doğrusu yuxarıdan aşağı baxırıq bir-birinə. Rişxəndlə, təni ilə bunu yəni nəzərdə tutur. Bu mömin adamın həmin vaxt intiqam almaq üçün qüvvəsi yox imiş, bir gün güc sahibi olacağından inanaraq həmin daşı alıb saxlamışdı. Bir dəfə padşah bu zalım adama əsəbləşir, onu tutub quyuya saldırır. Vaxtilə başına daş vurulan adam quyunun başına gəlib gizlətdiyi daşı çıxarır. Daşı quyudakı adamın başına zərblə vurur, quyudakı deyir, sən kimsən, daşı niyə başıma vurmursan? Bu daşı sən filan vaxt filan yerdə mənim başıma vurmuşdun, indi isə mən də sənə qaytarıram. Quyudakı deyir, bəs bu qədər zamandır hardaydın? Mömin cavab verir. O zaman vəzifə sahibi idin. Niyə vurmur? Vəzifə sahibi olduğu üçün. Qorxurdum. Sənə yaxınlaşmaq olmazdı. İndi səni quyuda belə gördükdə bu nöqtələrin yerini sualda tamamlamalıyıq. İstəmədim. İndi isə baxaq. Nömrələnmiş sözlərdən biri altından xətt çəkilmiş sözə əvəz edə bilər. Altından xətt çəkilmiş söz burada. Baxaq hansıdır? Qüvvə sözü olmalıdır. Bir dəqiqə qırmızı ilə işarələrini silin. Bəli, qüvvə sözüdür. Qüvvə sözü. İntiqam almaq üçün qüvvəsi yox idi. Yəni gücü yox idi. Üzərində rəqəm yazılmış sözdə güc sözü ilə əvəz edə bilərik. Mömin, yəni dindar şəxsiyyət mənasındadır. Rişxənd təyin etmək, danlamaq mənasındadır. Zərblə, güclə mənasındadır. Amma güc, qüvvə sinonimdir. Eyni mənanı ifadə edir. Yəni üzərində 3 rəqəm yazılmış sözlə əvəz edə bilərdik. Nöqtələrin yerinə hansı ifadə yazılsa məzmun ardıcılığı pozulmaz, yəni doğru olar. Burada sənə yaxınlaşmaq olmazdı. İndi səni quyuda belə gördükdə bu daşı atmaq istəmədim. Burada demək bu daşı atmaq istəmədim. Bu fürsəti əldən qaçırmaq istəmədim. Yəni hansını yaza bilərik deyir. Bu daşı atmaq istəmədim, yox, atır. Bu fürsəti əldən qaçırmaq istəmədim. Bəli, bu quyudan xilas olmaq istəmədim, yox. Bu əzabdan qurtulmaq istəmədim, yox. Bu fürsəti əldən qaçırmaq istəmədim. Yəni bunu atmaq istədim mənasındadır. Cavab olur B bəndi. Hansı cümlə ilə mətnin giriş hissəsini genişləndirmək olur? Uşaqlar, ümumiyyətlə mətn 3 hissədən ibarətdir. Birinci hissə, ikinci hissə, bir də üçüncü hissə. Birinci hissəmiz giriş, ikinci hissəmiz əsas, üçüncü hissə isə nəticədir. Giriş deyirsə söhbət birinci abzasdan gedir. Deyir, hansıyla birinci abzası genişləndirmək olar? Birinci abzasda nədən danışılırdı? Zalım bir adamın insanlara daş atmasından və bir gündə mömin birinə daş atmasından, həmin mömin insanda öz güc qüvvəsi olmadığı üçün daşı, yəni həmin gün ona öz cavabını qaytarmamasına danışır. Şahın da bu qisasda marağı var idi. Həmin hissəyi artıra bilmərik. Daşın qiyməti düşündüyümüzdən artıq idi. Orada daşın qiymətindən danışılmır. İnanırdı ki, gün gələcək bu daş ona lazım olacaq. Bax, bu cümləni giriş hissəyi artıra bilərik. Quyudakı adam buna çox təəccüblənmişdi. Bu isə sonluğa doğru nəticəyi artıra bilərik. Baxın, bu hissəyi artıra bilərik ki, bir gün güc sahibi olacağına inanaraq həmin daşı alıb saxlamışdı. İnanırdı ki, gün gələcək, bu daş ona lazım olacaq. Birinci abzasın, yəni girişin sonunu artıra biləcəyimiz üçün girişi genişləndirəcək cavab olur C variantı.
Sual 14. Mətnin hansı işin səbəbini dəqiq müəyyən etmək mümkün deyil? Şahın zalımı quyuya salmasının səbəbini müəyyən edə bilərik. Çünki deyir ki, şah qəzəblənmişdi, əsəbləşdirmişdi şahı, ona görə quyuya saldırır. Adam əsəbləşdirir, ona görə. Bunun səbəbini bilə bilirik. Ona görə bu olmaz. İntiqam almaq istəyənin quyunun başına gəlməsinin səbəbini də bilirik. Niyə gəlmişdi? Qisasını almaq üçün. Zalım adamın insanları incitməkdən zövq almasının səbəbi mətndə yoxdur. Niyə zövq alırdı? Bilmirik. Çünki sadəcə deyir ki, belə deyirlər ki, privatlar insanları incitməkdən zövq alan bir zalım varmış. Sadəcə deyir ki, zövq alır. Amma niyə zövq alır? Bilmirik. Mətndə cavabı yoxdur. Mömin adamın döyüldüyü zaman qarşılıq verməməsinin səbəbini bilirik. Niyə səbəbi? Nə idi? Niyə qarşılıq vermirdi? Çünki onun gücü, qüvvəsi yox idi. Deyir, bu mömin adam həmin vaxt intiqam üçün qüvvəsi yox idi. Ona görə ona cavab qaytara bilmir. Qarşılıq qaytara bilmirdi. Bunun da səbəbi bilinir. Səbəbi bilinməyən oldu C variantı. Hansı cümlədə mətndə kursivlə verilmiş sözlə eyni mənanı ifadə edən söz verilmişdi? Baxaq, mətndə kursivlə verilmiş söz hansıdır? Deməli, kursivlə verilmiş hissə saxlamaqdır. Bir gün güc sahibi olacağına inanan həmin daşı alıb saxlamışdı. Baxaq, indi görək mətndə hansı hissədə həmin mənada olan söz var. A variantında qeyd olunur ki, pəhləvan maşını dişlərlə tutdu, saxladı. Yəni, bu həmin mənada orada daşı saxlamaq, yəni qorumaq, saxlamaq, özündə saxladı mənasındadır. Buradakı tutdu mənasında deyil. Babadan qalan tüfəngi lazım olar deyə qorumuşdu, saxlamışdı. Bax, bu mənanı ifadə edir. Ona görə cavab B bəndidir. Qonaqlar getməsin deyə qarşılarını kəsdi. Burada məcazi mənadadır, həmin mənada deyil. Polis şübhəli maşını dayandırdı, saxladı. Yəni, şübhəlini gördü və bunu saxladı, dayandırdı. Bu mənadadır. Amma orada qorumaq, saxlamaq mənasında B variantındadır. Cavab B-dir. Mömin şəxsin uzun müddət intiqam almamasının əsas səbəbi nədə idi? Zalım adamı unutması yox, daş itirməsi yox, zalımın vəzifə sahibi olması, padşahın ona icazə verməməsi yox. Çünki burada da qeyd olunur ki, bəs niyə bu qədər vaxt gözləyirdin? O da deyir ki, o zaman vəzifə sahibi idin, qorxurdum. Yəni, zalım insanın vəzifə sahibi olduğu üçün həmin mömin insan ondan qorxurdu. Zalımın vəzifə sahibi olmasına görə intiqamını gecə alır. 17-ci sual. Hansı fikirlər mətndə səsləşir? Zamanını gözlə, əlbəttə bir gün sənə də növbə çatar. Bəli, burada o zalım insanlara qarşı zülm edirdi və həmin növbə də ona çatır. Bağışlamaq ən böyük müdriklikdir. Mətndə bağışlamaqdan söhbət getmir. Pis insanlarla mübarizə aparma yox. Niyə ki? Orada, yəni, həmin o zalım insan pis insan olur və növbə də ona çatır. Mübarizə aparma yox, mübarizə aparılır. Nə əkərsən, onda biçərsən. Bəli, zalım etdiyi pisliklərin əvəzini görür. 1-4 olur D variantı. Mömin adamın xarakteri haqqında hansı fikri demək olar? Səbirlidir. Egoist, yəni özünü düşünəndir, yox. Xudbin elə o da egoist mənasını verir. Xeyr, unutqan, xeyr, unutqan deyil, o öz qisasını alır. 19. Şəkildəki vəziyyətə əsasən adamın quyuda olması və digərinin daşla ona hücum etməsi hansı hadisənin nəticəsi ola bilər? Dostlar arasında zarafat, xeyr, onlar zarafat eləmirdilər. Deməli, 19-cu sualda variantlara baxaq. Dostlar arasında zarafat dediyimiz kimi zarafat etmirdilər. Keçmişdə baş verən bir haqsızlığın intiqamı. Bəli, orada mömin adam ona qarşı edilən haqsızlığın cəzasını verirdi. Təsadüfi qarşılaşma deyildi, yardım məqsədli davranış heç deyildi. Cavab olur B bəndi. Sonuncu 20-ci suala baxaq. Qrammatika ilə bağlı olan sualdır. Cədvələ əsasən doğru fikirləri müəyyən edin. Dünənki hadisənin dostlarına da danışdı. Burada dünənki sifətdir, hadisə isimdir, dostlar isimdir. Da bağlayıcıdır, danışdı feildir. Sərkərdə isim, onun əvəzi, cəsarət isim, qiymətləndirmək feildir. Toplu isim işlənib, xeyr, burada toplu isim yoxdur. Toplu isim ordu, ilxı, cəmaat, əhali və s. Toplu isim yoxdur, biri götürə bilməzsiniz. Hansı sualına cavab verən söz? Bəli, dünənki, dakiki şəkilçi sifətlər yalnız hansı sualına cavab verir? Hansı sualına cavab verən söz sifətdir, bu düzdür. Düzəltmə isim işlənmişdir. Burada cəsarət və sərkərdə isimdir, lakin heç bir düzəltmə deyil, 3 səhvdir. Hər iki isim konkretdir. Cəsarət burada mücərrəddir, yanlışdır. Mücərrəd isim qurulurca sadədir. Mücərrəd cəsarət, mücərrəd hadisə və hər ikisi sadədir. Bu doğru fikirdir. Mənsubiyyət çəkicilik söz işlənibdir. Baxaq, dostlarına mənsubiyyət çəkicilidir. Sonra cəsarəti mənsubiyyət çəkicilidir. O da 6-da doğru olduğu üçün cavab olur 2, 5, 6. Ola bilər ki, əziz şagirdlər, bu test tipi sizə biraz çətinlik yarada bilər. Bu bir növ Eyleri Venn diaqramı tipli test tapşırığıdır. Yəni, birinci, ikinci fikir bu hissəyə aid olmalıdır. Üçüncü, dördüncü bu hissəyə. Ortada olan hissə isə 5-6, hər ikisinə aid olmalıdır. Burada, məsələn, birinci fikir yanlış idi. İkinci fikir doğruydu, götürdük. Üçüncü fikir düzəltmə isim işlənmişdi, fikri yanlış olduğu üçün götürmədik. 4-də hər iki isim konkret olduğu
yanlış idi, götürmədi. Çünki biri mücərrəd idi, axı cəsarət mücərrəd idi. Mücərrəd isim qurucu cəsarət olmağı hər ikisində sadə idi. Hər ikisi haqqında doğru olduğu üçün götürdük. Mənsubiyyət çəkilişində hər ikisində olduğu üçün götürdük. Bir növ Euler-Wien diaqramı test tipi kimidir. Yəni burada kənarda olanlar 1, 2, 3, 4, 5, 6 bu tip sual idi. Yəni sadəcə bunu cədvəl şəklində vermişdilər. Belə, əziz şagirdlər, videonun izahı, yəni sualların izahı bu qədər. Əgər videonu bəyəndinizsə, zəhmət olmasa videonu paylaşmağı, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Hələlik.